Salam aleykum, hər vaxtınız xeyir olsun. Hyundai Ayqıq yanımıza yaxınlaşır. Bunun kollektor, YGR, samovar sistemi hamısı baxın görünən haldadır. Bunlar hamısı yuyulacaq. Baxın. Yuyulub təmizlənir. Bu formada veriləcək. Aparatda yuyulacaq. Baxın. Kəpənələrin tutulması və bir də sajvının yuyulması. Baxın. Şimdi görürsünüz məqar bağlayıb. Sajvının yuyulması. Sajvını yuyub inşallah tərtəmiz vəziyyətdə maşının üstünə yığacaq. Yuyulub təmizlənəndən sonra çəkib sizdən paylaşacağım. Videonu sonradan izləməyi unutmayın. Və budur dəyərli izləyicilərim. Baxın. Bu samovarın bir tərəfi. Bu bayaq gördüyünüz zaslonka. Bu YGR-ə gedən trubka. Bu da ikinci trubka. Və ən əsası, bu da kollektorun içi. Baxın görün necədir. Güzgü kimi. Zavod belə təmizləmir. Bu da samovarın içi. Gördünüz. Bu da kəpənəkləri. Və ən əsası YGR sisteminin tərtəmiz olmağıdır. Ondan da əlavə sajvının yuyulub təmizlənməyi. Baxın. Sajvının zəmanəti şəkildə yuyulub təmizlənməyi bizdə. Yəni əgər sizin avtomobilinizdə belə bir problem varsa, YGR-ində, kollektorunda tutulmalar varsa, sajvında tutulma varsa bizə, yəni avtosərrafa müraciət edin, zəmanəti şəkildə yuyaq, işinizi sizə təhvil verək. Videonu bəyənib dostlarla paylaşıb və fikirlərinizi kommentdə bildirməyi unutmayın. Bizim YouTube səhifəmiz Avtosərrafa da abunə olmağı və dəstəyinizi əsirgəməməyi xahiş edirəm. Sağ olun, Allah'a emanet olun.